Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə nəbiyyina Muhammedin və alə alihi və sahabetihi əcma'in. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Əmmə ba'd. Möhtərəm qardaşlarım, mən birinci özümə, sonra isə Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Və bu bizdən də xeyirli nəsillərin, sahabələrin və onlardan sonra gələn tabiinlərin və ondan da hətta bu günümüzə qədər gələn xeyir əhlinin bir-birlərinə etdiyi nəsihət idi. Necə ki, Allah Taala'nın öz kitabında nəzər salsaq, əvvəl Allahın kitabı nəsihətdir, xatırlayanlar üçün, faydalananlar üçün və bir-birlərinə etdiyi nəsihət idi. Və nəsihət də insana fayda verən ən böyük dininə təbii ki, hətta dünyasına da ən böyük faydalardandır ki, Allah Teala öz kitabında buyurur ki, فَإِنَّ ذِكْرَا تَنْفَعُ الْمُؤْمِنِينَ Allah Teala buyurur ki, həqiqətən də xatırlatmaq möminlərə fayda verir. Bu ayə haqqında biraz danışmaq istəyirəm, qardaşlar, qısa olaraq. Ayədə diqqət yetirdirsə, Allah Teala faydalananları mömin adlandırdı. Yəni, xatırlandıqdan sonra xatırlanılan şeydən ibrət götürməyə Allah Teala mömin adlandırdı. Və Allah Teala deyir, həqiqətən də xatırlatmaq möminlərə fayda verir. Və bugünkü gündə xatırlandıqdan sonra cahil qalmaq var. Və ümmətin içində təəssüf olsun ki, az deyil. İnsana, qardaşa Allahın dini xatırladılır və yaxud o nəsihət olunur, elədiyi haramlar və yaxud naqisliklər, hətta təəssüf olsun ki, hərdən fasiqliklər, yəni fasiqlik günahı davamiyyətdə eləməkdir. Fasiqlik günahı davamiyyətdə eləməkdir. Və görürsən, ona zikr olunduqdan, yəni xatırlandıqdan sonra, yəni sanki bu şey olmayıb. Sanki bu şey olmayıb və bu da o qardaşın, o nəsihət olunan şəxsin Allah Taala'nın kitabına müvafiq olaraq, yəni Allahın kitabı ilə yanaşı yaşamadığının əlamətlərini və dəlillərini göstərir. Ona görə şəriət ehtiyatları götürməmişə. Ona görə şəriət ehtiyatları götürüb. İslam dininin əvvəlindən sonuna qədər, yəni Muhammed s.ə.v yaşadığı zamanı qəsd edirəm təbii ki, Allah Resulü'nün yaşadığı anından, əvvəlindən və sonuna qədər baxsaz, görərsiniz ki, şəriət ehtiyatların üzərində qurulan dindir. Ne üçün bunu xatırlatdım, qardaşlarım? Ona görə də bu ehtiyatların səbəbi ilə müsəlmanlar artıq qarşı tərəfə fərq qoymağı bacarır. Çünki Allahdan qorxan, sabit olanla naqis eyni deyil. Hərdən bəzi qardaşlar inciyirlər buna görə. Hərdən bəzi qardaşlar inciyirlər və deyirlər ki, filan kəsləri məsələn üstün tutursunuz və yaxud da məsələn bizi onlar qədər üstün saymırsınız və s. və s. Və bu da onu göstərir ki, Allah Teala axı seçdi. Axı Allah Teala seçdi. Allah Teala'nın elə bu xatırlatdığımız ayəsi elə dəlildir ki, xatırlandıqdan sonra nəsihəti qəbul edən mömindirsə və xatırlandıqdan sonra nəsihəti qəbul edilməyən mömin deyil. Və yaxud da mömin isə də naqisdir. Ona görə naqislə kamil eyni ola bilməz. Təbii ki, insan necə kamil? İnsan kamildir, insan xəta eləyəndir. Amma insanın baxmaq lazımdır, xətası haradadır. Çünki elə xətalar var, müsəlmana yaraşmır. Sələfə yaraşmır, xüsusilə də. Bu gündə bu qədər bidətlərin tığyan elədiyi, bu qədər müxalifliyin, bu qədər ixtilafların, bu qədər dinə bənzəyən şüarların tığyan elədiyi bir zamanda artıq sələfi bir adam, əhl-i sünnəyə özünü nisbət edən, sahabələrin yolunu özünü nisbət edən yaraşmır desin ki, hər bir xətaya, müsəlman xəta eləyəndir, heç nə olmaz, müsəlman elə deyil. Axı Allah Resulunun yanında deyildikdə filankə mömin filan xətanı eləyər, Allah sizə eləyər. Mömin filan xətanı eləyər, Allah sizə eləyər. Amma mömin yalan danışmaz. Görürsən? Demək odur ki, elə xətalar var ki, artıq onu sən eləyə bilmərsən. Ona görə də əgər o xətalar eləyirsənsə, sənin qədir qiymətliyin insanlar içində aşağı düşməsi səni incitməsin. Bu elədir. Necə ki biz bilirik. Necə biz bilirik. Allah Resulü'nün zamanında sahabələrin fəziləti eyni deyildi. Hər sahabə Əbu Bəkr kimi deyildi. Ali ibn Əbi Talib kimi deyildi. Osman ibn Affan radiyallahu anhu kimi deyildi. Ömər ibn Xattab kimi deyildi. Və hər bir sahabə də ki, Əbu Hüreyrə kimi elmli deyildi. Və yaxud Abdullah ibn Abbas kimi elmli deyildi. Və yaxud Ənəs ibn Məlik kimi radiyallahu anhum. Allah Allahın hamısına razı olsun. Onlar kimi eyni deyildi. Və görünür ki, fərq var idi. Və fərq nədən idi? Səbəb nə idi? Vallahi nə pullarına görə deyildi, heç rəsva pulla yox idi əslən, nə nəsəbinə görə deyildi, nə də başqa. Fərq insanın xeyrə çağrıldığı zaman xeyrə icabət etməsində idi. Və əgər o sahabələrin arasında bu fərq var idisə, fəzilət baxımından, iman və təqva baxımından və onlardan sonra gələn naqis müsəlmanlar, onların arasındakı bəs fərq necə?
Ona görə də heç bir qardaşın, xüsusilə də o qardaşlar ki, onlara nəsihət olunduğu zaman, onlar nəsihəti qəbul etmirlər. Hələ mən demirəm, nəsihəti yaxına buraxmayanlar var. Yəni, hələ mən danışıram, nəsihəti qəbul etməyənlər. Nəsihəti qəbul etməyənlər inciməsin onlara qarşı müamilənin, qardaşlarının müamiləsinin zəiflənməsini görəndə. Çünki mömin, Allahdan qorxan, Allahın ona qoyduğu hüdudları yerinə yetirməyə çalışan həris olmalıdır ki, Allah Taala'nın dinindən olan şüarları, yəni dinindən olan əlamətləri yerinə yetirsin və eləyə bilmədiyi şeylərə görə də sıxılsın. Mömin qəlbi belə olmalıdır. Bəli, insan hər bir ibadəti yerinə yetirə bilməz. İnsan hər bir ibadətdə sabit ola bilməz. Təbii ki, fərz olan ibadətlər istisna. Amma eləyə bilmədiyi şeylərə görə müsəlman qəlbi sıxılmalıdır. Nəyə görə mən o qardaşlar var, məsələn, xeyirli qardaşlarını qəlbində hətta məsələ gətirsin özünə. O qardaşlar Allahın kitabını oxuyub əzbərləyirlər. Subhanallah, heç mən Allahın kitabını düzgün oxuya bilmirəm. Özünü qınasın buna görə. Və yaxud da məsələn, hansısa qardaşlar var, kasıb qardaşlar da ümrəyə gedirlər. Amma mənim imkanım da var, mən ümrəyə getmirəm. Özünü qınasın buna görə. İnsan qınadıqca, özünü xeyirdə qınadıqca irəliyə gedir. Və bu da səbəbdir, insanın xeyirli olan şeylərə naqis olmasında, özünü qınaması səbəbdir ki, insanın nəsihəti qəbul etməsi əvvəl olur. Çünki insan nəsihəti qəbul etməlidir ki, özünü islah eləsin. Və bu günkü gündə də artıq təəssüf olsun ki, nə qardaşlarımızın arasında bir-birlərinə daimi nəsihət eləyən də azalıb və nəsihət eləyənlərə də pis baxanlar var hətta. Hətta elə insan var ki, ona desən ki, qardaş, məsələn, o statusda bəzi şey qoyursan, mahnı qoymadı orada. Başlayır statusuna başqa şeylər yazmağa. Biri deyir ki, xoşva gəlmir, baxma. Biri deyir ki, mənə belə xoşdur həyat. Subhanallah, sanki cahillərin dinidir. Allah Resulünün dini bu deyil axı. Allah Resulünün sahabələri bu cür həyat yaşamayıblar. Ömər ibn Xattab radiyallahu anh bəzi sahabələri, cavan sahabələri yanına çağırtdırırdı. Hansı ki, o cavan sahabələr Ömərdən radiyallahu anhdan din öyrənmişlər. Əhl-i sünnə, Allah Resulünü onlar öyrətmişlər. Deyir ki, nəsihət elə. Ömər ibn Xattabı yaşda çox idi, təqvası da çoxdur. Amma cavan sahabələrdən nəsihəti qəbul edirdi. Vallahi və billah biz etiqad edirik ki, o cavan sahabədə olan elm Ömər ibn Xattabı lazım deyildi. Sadəcə olaraq o haqqı bildiyinə görə artıq nəfsini sındırmağa bacarırdı. Amma hansısa bir qardaşımıza, hansısa bir eybi deyildiyində, yəni vallahi ticarətdəki eybini desən qəbul edəcək. Qardaş, bu malı satma, o malı sat. Bu malına sən ziyan eləyəcəksən, vallahi qəbul eləyəcəksən onu. Hətta pis niyyətlə desən də qəbul eləyəcək. Pis ədəblə desən də qəbul eləyəcək. Sağ olsun, qardaş, özdə çəkməsələr də çəkəcəklər. Sağ olsun, qardaş, mənə xeyrimi istəyir, mənim dünyamın bərbad olmağını istəmir. Amma subhanallah, qardaş var deyəndə ki, hər hansısa bir şeylərə diqqət yetir. Subhanallah, sanki elə düşünürsən ki, cahillərin ətrafında oturmuşsan. Elə düşünürsən ki, sanki, yəni, təəssüf olsun. Ona görə də artıq bu göstərir, qiyamət yaxınlaşır. Allah üçün dediyi ümmət gəlib çatıb, suyun gətirdiyi çörçöplər, necə Allah üçün vəsf eləyərdi axı onu. Muhammed sallallahu aleyhi ve sellem deyəndə vaxt gələcək, müsəlmanları zikr elədi, Allah Resulü, müsəlmanları xatırlatdı, suyun gətirdiyi çörçöpə bənzətdi Allah Resulü. Və bəzi hədislərdə isə suyun üzündən köpük kimi, üfürəndə belə toxunan kimi su köpük necə olur, dağılır və yaxud da suyun gətirdiyi çörçöpə bənzədirdi. Sahabələr soruşanda ki, subhanallah, sahabələrin bizim haqqımızda onun yaxşı zənninə bax. Deyirlər, yarısı, onlar o qədər az olacaqlar. Yaxşı zənnlər axı. Demədilər ki, onlar o qədər imanları o qədər zəif olacaqlar. Sözünü demədilər sahabələr bizim haqqımızda. Çünki onlar bizim haqqımızda yaxşı zəndə edirlər. Çünki özləri Allahdan qorxandır. Allahdan qorxan pis zəndə olmur. Yaxşı zəndə olur. Allahdan qorxmayan həmişə pis zəndə olur. Allah istəyir ki, yox. Onlar o qədər çox olacaqlar. Ona görə fikri ver, Allah istədik, suyun gətirdiyi çörçöp. Suyun gətirdiyi, suyun içində olduğun çörçöp yararsız olur. Nə yandırmaq olur, nə hər hansısa bir şey istifadə etmək olur. Və həmən dövrlərdir, qardaşlar. Və həmən dövrlərdir və zaten görünür, nəsihət qəbul olunmur. Və qardaşlar bir-birlərinə az qala hər hansısa bir şeydə düşmən kimi baxırlar. Dində, təbii ki. Dünyada yox, dində. Və hərdən hiss eləyirsən ki, artıq yavaş-yavaş dünya dindən üstünləşməyə başlayıb. Hələ mən demirəm, kiminsə pulu olduğuna görə pulunu oturub duranları demirəm. Hələ başqalarını demirəm, kiminsə maşını bahalıdır, bu maşından minənləri demirəm. Eləsi var, vallahi ucuzlu maşınla minib məscidə getmir, deyib, bahalı maşın olsaydı onunla gedərdik məscidə. Vallahi sən məscidə getmirsən, qardaşım. Məscid o deyil. Məscidə getmək olmur.
Vallahi bizdən nə qədər xeyirlər var ki, piyada gedirlər məscidə. Ona görə ehtiyatlı olmaq lazımdır, qardaşlar. Diqqətli olmaq lazımdır. Artıq Allah Rəsulunun vəsf elədiyi zaman yaxındır. Biz onun içində yaşayırıq. Və özünü və mühazirənin əvvəlində vurğuladığım kimi ixtilaflar çoxdur, salamatlıq azdır və bu azı qorumaq lazımdır. Və bu azı qorumaq lazımdır. Azı da qorumaq üçün gərək nəsihət eşitəndə onu qəbul edəsən. Hətta vallahi sənin nəsihət eləyənin məqsədi pis olsa belə sənə çox faydalıdır. Hələ kimsə sənə gəlib nəsihət eləsə, qəlbində buğz olsa belə, niyyət başqa olsa da belə, vallahi onun dediyi şey yenə də haqdır. Yenə də onun dediyi şey haqdır. Sən xeyrivi götür. O Rəbbini cavab verəcək. Ona görə qardaşlarım, müsəlmanın gücüsüdür. Necə ki, Allah Resulü deyər, müsəlmanın aynasıdır. Yəni, bir-birinə baxanda görməlidir. Qardaş qardaşa baxanda onun eyblərini görməlidir. Qardaş qardaşa baxanda onun eyblərini onu xatırlatmalıdır. Və öz yerində, hikmətli olmaq şərti ilə təbii ki. Hikmətsizlik də fayda vermir. Necə xavariciləri fayda vermədiyi kimi. Ona görə də Allah Taala'dan istəyirəm ki, əvvəla bizim özümüzə bərəkət versin. Həyatımıza, ömrümüzə, ibadətlərimizə və bizim danışdığımız sözlərimizə. Və Allah Taala'dan istəyirəm ki, bizim danışdığımız sözlər, etdiyimiz nəsihətlərə də bərəkət versin ki, o qəbul olunsun. Və bizim üçün o şərəfdir. Onsa dünya gəlir, gedir. Yəni, bugündən sonra olacaq hər hansısa dünya olsa başqasınındır. Biz öləndən sonra başqaları onu istifadə edəcəklər. Amma din elə deyil. Din Allahındır. Və məqsəd də o idi yaratmaqda. Allah Taala biz ona görə yaradıb. Nə maşın sürməyə Allah Taala bizi yaratmayıb, nə hər hansısa bahalı evdə yaşamağa Allah bizi yaratmayıb. Allah bizi ibadət etmək üçün yaradıb. Və onun da maşına, evə, pula aidiyyəti yoxdur. Əgər aidiyyət olsaydı Allah Taala onu öz aslına verərdi. Ona görə möminlərin anası münafiqlərin yox. Möminlərin anası Ayşə radiyallahu anhə Allah Resulunun soruşanda vəsf eləyərdi və deyərdi ki, o Allah Resulu qarğıdalı və yaxud səhv eləməsi arpa çörəyi. Ondan doymadan dünyasını dəyişdi və az olub. Yəni, doyunca yemək belə yeməyib. Yəni, əgər dünya meyyar olsaydı, Allah onun öz Rasuluna verərdi. Amma baxsan, bugün o dünya ilə fəxr eləyənlər var. Yəni, qəsd elədiyim müsəlmanlar da təbii təəssüf olsun ki. Yəni, meyyar deyil dünya. Kasıblıq zəlillik deyil. Kasıblıq aşağılıq deyil. Nə də zənginlik üstünlüyü deyil. Zənginlik qəlbdədir. Allah Resulü hətta qəlbini işarə elədi. Deyək, təqva buradadır. Və təqva da gizlindən qorxmaqdır. Aşkarda yox. Aşkarda Allahdan qorxmaq rahatdır. Aşkarda Ömər ibn Xattab kimi olmaq olur. Amma gizlində olmaq çətindir. Gizlində Ömər ibn Xattabın işçisi kimi olmaq da çətindir. Allah Taala nəsə bizi təqvalı eləsin və bizi bağışlasın, bizi əfv eləsin və bizi Allah Taala'nın dininə necə Muhammed sallallahu əleyhi və səlləmə əmr etdiyi kimi yaşamağı bizə müvəffəq eləsin. Və Allah Taala bu ümməti islah eləsin. Necə ki, bu ümmətin əvvəlləri, yəni sahabələr nə ilə islah olmuşdularsa, və Allah Taala'dan istəyirəm ki, biz də ondan islah eləsin. Yəni kitab və sünnə ilə. Allah dövlətimizi qorusun, rəhbərimizi qorusun və kim ki bu dövlətə, bu millətə və onun rəhbərinə pislik istəyirsə, Allah Taala o pislikləri onların özlərinə qaytarsın və onların silahları ilə onların özlərini öldürsün. Və Allah həmdini bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahabetihi əcma'in.